Oktyabr ayı bəzi bürclərin həyatında dönüş nöqtəsi olacaq. Onlar üçün həm taleyin qapıları açılacaq, həm də gözlənilməz xoşbəxtliklər yaşanacaq. Ən düz proqnoza görə müsbətə doğru kəskin dəyişiklik bu bürcləri gözləyir. Qoç. Uzun müddət sizi sıxan vəziyyətlərdən azad olursunuz. İş və şəxsi həyatda yeni başlanğıclar olacaq. Çoxdan istədiyiniz fürsət əlinizə gələcək. Məsləhət. İrəli getməkdən çəkinməyin, risk sizi uğura aparacaq. Şir oktyabrda həyatınıza sevinc, pul və uğur girəcək. Ətrafınızda sizi dəstəkləyən insanların sayı çoxalacaq. Qürur duyacağınız nəticələr əldə edirsiniz. Məsləhət. Öz gücünüzə inanın, şans yanınızdadır. Tərəzi, həyatınızda balans bərpa olunacaq. Çətinliklər arxada qalır, gözlənilməz müjdələr gəlir. Pul və münasibətlər sahəsində irəliləyişlər olacaq. Məsləhət, inanın ki, hər şey yaxşılığa doğru dəyişir, sevincə açıq olun. Əqrəb taleyiniz yeni mərhələyə qədəm qoyur. İstəmədiyiniz insanlar uzaqlaşır, həyatınıza sizi yüksəldəcək hadisələr girir. Xüsusilə şəxsi həyatınızda böyük dəyişikliklər ola bilər. Məsləhət, keçmişi buraxın, yeni fürsətləri qucaqlayın. Oğlaq, oktyabr sizə uzun zamandır gözlədiyiniz uğuru gətirəcək. İş, maliyyə və şəxsi planda kəskin dönüş olacaq. Çox çalışdığınızın qarşılığını alırsınız. Məsləhət, intizamınızı qoruyun, qazanclarınız sürətlə artacaq. Və xoşbəxtlik ayı olacaq.